Yumurtanı ağından və sarısından ayırıram. Şəkər tozu, vanilin və bir çimdik duz qatıram. Yumurtanın ağı ilə şəkəri bizə halına gətirdim. Yumurtanın sarısını bir stəkan su ilə açıram. Az-az qatacağım içinə. Az-az, yavaş mikserlə qarışdıracağım. Mikserdən işim bitdi. Çünki mən heç vaxt, hətta piroqu belə, yəni mikserdən istifadə etmirəm un qatan zaman, yəni onu uzaqlaşdırıram. Hər şeyi, yağı, yumurtanı, sütü, qarışımı mikserdən istifadə edə bilərəm. Amma sonda un nədənsə istifadə etmirəm. Yəni bunları götürürəm və artıq qaşıqdan istifadə edəcəm. Çək onlar. Un, qabartma tozu, 2 çay qaşığı qabartma tozu. Mən çəki ilə alıram. Kakao, dostlar, mən şokoladlı sevirəm. Siz qatırsınız, qatmırsınız, amma mən kofe də qatıram. Çünki kofe də sevirəm. Mütləq eləməliyəm. Dostlar, ehmalca qarışdırmağa başlayıram. Saat əqrəbinin tərsinəsi. Yavaş, asta. Çünki havalıdır. Ona görə onu da elə qarışdırmaq lazımdır ki, həmən o hava, köpük yatmasın. İsə qəlibə hazırlanmış qatqını tükəcəyik. Demək olar ki, işi yekunlaşdırdım, qoydum sobaya, haradasa 1 saata yaxın bişəcək. Gedim qabları yum, keçim kreminə. Qaymaq, 1 qutu. Dostlar, bol şokolad. Sizə dedim, axı mən şokoladı çox sevirəm. Öz tortum olduğu üçün də əlimə əstirməyəcəm. Kofe, kakao, 1 banka qatılaşdırılmış süt. Adi süt biraz dadsız olacaq, amma bu çox dadlı olur. İndi qoyacağım qazın üstünə və içindəkilər tam əriyəndən sonra götürəcəm. Yəni, süt deyil ki, qaynadam. İçindəkilər tam əriyəndən sonra əmin olacağım ki, tam əriyib və götürəcəm. Qoyacağım soyumağa. Tam soyandan sonra elə bir haradasa 7-8 saat qalacaq. Tam soyandan sonra da mikserlə qarışdıracağım və olacaq krem. Çünki hər şey artıq tərkibindədir. Sadəcə sonda soyandan sonra mikserdən qarışdırmalıyam. Hazırdır, baxın, görürsünüz, əridi. İndi işlə soyumağa qoyacağım. Ondan sonra mikserdən qarışdıracağım və olacaq krem. Hazırlayırıq süt, şokolad və şəkər tozu. Hazırladığım qaymaq, şokolad, vanil, qatlaşdırılmış sütü soyudandan sonra qarışdıracağım. Deyir ki, ana, kofeni unuttun. Axı, mən buna şokolad, kofe, vanil, qaymaq, bir də qatlaşdırılmış süt qatmışdım. Hazırdır. Gedəyin indi hazır olan piroqu gətirək, kəsək. Ondan sonra qəşəng onu başlayaq kremləməyə. Deməli, dostlar, heç nə. Pişirdiyim piroqu, bax bu cür böldük bir neçə yerə. Başlayacaq kremləməyə. Deməli, dostlar, kremi. Bu da sizə demişdim axı, aralarına sirop tökəcəm. Başlayaq kremləməyə, sirop tökməyə, sonra üstünə kremləməyə. Deməli, kremlədim. İndi isə son hala gətirim. Yəni, özüm istədiyim kimi bol şokoladlı, bol şokoladlı. Məssalam dostlar. Və bu da mənim ad günü tortum. Hazırdır. Nə yaxşı ki, varam.